Salam, hər vaxtınız xeyir. Gündəmdə Tovuz rayonunun bir müəllimidir. Sadə bir müəllimidir. Düzdür, bəzi şərhlərdə oxuyuram ki, elə bir deyirlər ki, sanki uşaqların payını da yeyib. Birincisi, yəni belə bir şərh yazanları insanın kilolu olmağı, insanın boyu qısa və yaxud da hansısa bir görünüşündə qüsuru varsa, bunu üzünə vurmaq heç də doğru deyil. Çünki həmən şəxs özü də yorumları oxuyur. Bugün sən gözəlsənsə, bugün sən necə deyərlər, boylu buxunlusansa, qamətlisənsə, incəsənsə, bu o demək deyil ki, hamı sənin kimi olmalıdır. Birinci növbədə belə bu cür şərhləri yazanlara ayıb olsun deyirəm. Biz hamımız bir xanımıq, bir şərhləri bəylər də yazsa belə ayıb olsun sizə. Heç də ürək açıcı şərhlər oxumadıq. Və buradan da demək istəyirəm ki, müəllimin aldığı rüşvət deyil. Rüşvət alanlar qalıb qıraqda. Onlar hal-hazırda gülürlər ki, heç ki xəbərləri yoxdur. Bu nədir? 150-200 manatlıq üzüyü şirtdilər. Bizim aldığımız ayda uşaqlardan 500, 1000, 200 gəlməyən uşaqlardan, xaricdə yaşayan uşaqlardan, adı gedib özləri burada olmayanlardan. Onlar deyir rüşvət. Rüşvət onlardır. Kim alır o rüşvəti? Siz gedib sadə bir müəllimdən yapışmısınız. Halbuki xatirə olaraq o müəllimə yeri gəlsə, deməli evinə bir aksesuar da ala bilərdilər. Yeri gəlsə, ona bir gözəl bir kupon da verə bilərdilər. Tutaq ki, hansısa bir mağazadan özünüzə istədiyiniz geyimi ala bilərsiniz. Bu rüşvət deyil. 5 ildən sonra artıq o uşaqlarla sağollaşır və xatirə olaraq ona bir kiçik bir çoxları üçün necə deyərlər, bahalı görsənə bilər. Elələri üçün yeri gəlsə deyəcək 250 nədir? 250 manatlıq hədiyyədir, üzükdür. Amma onun üçün bəlkə də o 25 minlik bir üzük kimi gözündə görsəndə. O bir xatirədir. O parmağını onu taxacaq və illərlə xatırlayacaq ki, bu mənim buraxdığım plan ildəki şagirdlərimdən xatirədir. Və rüşvət alanlar qalıb qıraqda, sadə bir müəllimin üstünə düşmüşsünüz və ona töhmət verdiniz. Kimlər verir? Regional özünü elə aparır, sektor özünü elə aparır ki, heç nədən xəbəri yoxdur. Onlar rüşvət almır. Hansısa bugün müəllimi işə düzəltmək üçün, hansısa bir müəllimi işə düzəltmək üçün, yer dəyişmə etməsi üçün aldıqları pullar rüşvət deyil. Direktora imtahan verən müəllimləri istədiyi məktəbə salmaq üçün aldıqları rüşvət deyil. Hə? İşə gəlməyən müəllimləri adı var, özü yoxdur. Özü Bakıda yaşayıb, amma adı kənd məktəblərində gedən müəllimlərin kartını cibinə qoyan direktorların aldıqları rüşvət deyil. Rüşvət deyil. Hə? Elm və Təhsil Naziri. Rüşvət deyil. Rüşvətdir. Əlbəttə ki, bəli, bu günləri müəllimin adı məktəbdədir, özü isə Mingəçevirdədir. Necə olur o? Heç kimin də xəbəri yoxdur. Bugün məktəbdə o işçinin adı var, amma məktəbdə heç vaxt görsənməyibdir. Pul hara gedir? Ona getmir. 50-50-yə bölürlər. Bu rüşvət deyil. Siz onları gedin töhmət verin. Siz gedin onları işdən çıxardın. Gedin onları araşdırın. Vaxtilə birini tanıyırdım. Deməli, direktor dəyişəndən sonra həmən işçi qaça-qaça gecə ilə özünə əyin baş alıb məktəbə getməyə başladı. Hamı şoka girdi ki, kətdəki, sən bəs axı işləmirdin, fəhləydin. Qayıdıb dedi ki, yeni direktor gələndən sonra məcburam ki, hər gün işə gedim. Bax, belə şeyləri görürük. Rüşvət odur. Və buradan o müəllimə deyirəm ki, möhkəm ol Günan əzizim, bilirəm sənin də hal-hazırda stres yaşayırsan. Bəlkə də o aldıqları üzüyü sənin heç də, necə deyərlər, gözündə artıq dəyəri qalmadır. Sən bəlkə də onu illərlə unutmayacaqsan, o